Əziz və hörmətli xalqım, dəyərli millətim, soydaşlarım, həm kəndlilərim, həm yerlərim və yardımlı rayonun lirik və yardımlı ərazisində yaşayan insanlar, vətəndaşlar, adamlar, sizlərdən artıq dərəcədə rica edirəm. Çay balıqların kütləvi şəkildə tutmayın. Hər gün axşama kimi gəlib burada balıq tutmuyor. Burada olan balıqların sayını mən artırıram. 6-cı gün bazar günündə imkan daxilində mən öz səyahətimlə bağlı özümə malda etdirmirəm. Həmən malda pulumu balığa verib səyahət öykünə atıram. Burada təbiətlə bağlı çay balıqlarının sayı artsın. Təbii fəlakət nəticəsində, yağış yağanda, təbii fəlakətin nəticəsində sel olanda balıqları yığıb su aparır. Burada balıq olmur. Buradakı balıqlar öz başına deyil. Öz başına burada balıq olmur. Bu çaylara Qovqar çayıdır və Viləş çayıdır. Çayına balıqları mən gətirib atıram. Çayını mən artıram. Haçan, hansı gün bir dəfə gətirib balıq bıraxmışsınız bura? Tanrıdan qorxun. Artıq balıq tutmaq çayda günahdır, haramdır. O çayda o qədər balıq da olmur. Yəni çayın kilometrlərlə ərazisinə görə, sayına görə burada kütləvi balıq olmur, siz gəlirsiniz balıq ovuna. Mən hələ keçən ildən eşitmişəm, axşama kimi hələ gəlib burada balıq tuturmuşlar. Generatorla şok verirmiş, o elektrik şok verəndə bilirsiniz, balıqların qarnında belə deyək, balıq yumurtacıqların kürəsini məhv edirsiniz, tok vasitəsində onların beyniniz məhv edirsiniz. Kimyəvi maddələrdən istifadə etməyin. Torlardan, setkələrdən balıqları kütləvi şəkildə tutmasından istifadə etməyir. Təbiətə məxsus olan qoy təbiətdə olsun. Dünyanı bilmək olmur. Aclıq o elan ola bilər, aclıq ola bilər. Dünyadır, bugünü sahabahı bilmək olmur. Onunla bağlı təbii çay balıqlarının, çöl quşlarını, qırqovların, qaşqaldaqların, təbiətə aid olan quşları məhv etməyir. Qırqovların, çöl xoruzların bu bizim tərəfdə yoxdur. Onları mən gətirib sayını atmışam. Tutmalı olsa mən gəlib tutaram da. Qırqov etmək olsa mən gəlib edərəm də. Hansı gün, hansı bir kişi öz cibindən gətirib balıq bıraxıb çaya. Çaydakı balıqlar öz başına olmur. Burada sel, təbii fəlakət nəticəsində balıqları su aparır, qalmır. İri-iri daşları aparan balığa nə baxır? Onun üçün sizdən xahiş edirəm, axşama kimi bəzi demirəm, üzdən iraqlar, insanlığa sığmayan vəhşi insanlar gün axşama kimi çayda balıq tuturmuşlar. Olmaz. Təbiətin qanununu pozmaq olmaz. Gəl qırmaq vasitəsindən 15 dənə tut. Ondan artıq tutmaz. Burada balıq olmur. Sayın nəf etməyin. Xahiş edirəm. Artıq dərəcədə sizdən rica edirəm. Bir vətəndaş kimi gəlin bir-birimizə hörmət eləyək. Bu işi məsələsini dərinə aparmayaq. Bu, necə deyim, siz sabahki gündə deməyin ki, bizi dərin şəkildə bizi qeyd etdi, video çəkdi, şəhət etdi. Mən təbiətli xəstəsiyəm, təbiətə bağlı olan insanam. Mən vaxtilə ekologiyada da, yaşlılaşmada da, nəzarət işçisi olanda, mən ancaq təbiətə bağlı olan insanam. Vəhşi insanlardan uzaq dururam. Çünki mənim bağlılığım, ömrüm, günüm təbiətlədir.